Bismillahirrahmanirrahim. Məlumdur ki, üç rəngli gözəl bayrağımızı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları 1990-cı il noyabrın 17-si isə Naxçıvanda müasir Azərbaycan Respublikasının banisi olan Heydər Əliyev qaldırmışdır. Cəfər Cabbarlının bayrağımız haqda çoxlarımızın bilmədiyi bir şeirini ixtisarla səsləndirmək istəyirəm. Cəfər Cabbarlı deyir: Bu göy boya, göy Moğoldan qalmış bir türk nişanı, bir türk oğlu olmalı. Yaşıl boya, İslamlığın sarsılmayan imanı, ürəklərə dolmalı. Şual boya, azadlığın, təcəddüdün fərmanı, mədəniyyət bulmalı. Yüreğimdə bir dilək var, o da doğru kəsilsin. O gün olsun bir göy bayraq, Turan üstə açılsın, Turan üstə açılsın. Hər bir Azərbaycanlı bilir ki, bayrağımızın üstündə olan yaşıl rəng İslama işarədir. Ölkəmizin dininin İslam olduğunu bildirir. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü, xalqımızı malımızla, canımızla qorumaqla yanaşı, əlbəttə ki, dinimizi də layiqincə qorumalıyıq. Biz bu İslama nisbətimizi təkcə dilimizlə deyil, əməlimizlə, namazımızla, orucumuzla, kasıblara olan zəkatımızla, bir-birimizə olan ədalətimizlə biruzə verməliyik. Qadınların geyimində az da olsa bu özünü biruzə verməlidir. Çılpaq gəzmək isə dinimizə də, milli dəyərimizə də, xanım xatunluğa da yad olan bir geyimdir. Həmçinin valideynlər də öz qızlarına bizə yad olan çılpaq geyimləri qadağan etməlidirlər. Əziz xalqımız, gəlin üç rəngli bayrağımızda əks edilən kimliyimizi, azadlığımızı və ələxsus da xurafatdan və radikallıqdan uzaq olan gözəl İslamımızı həqiqi şəkildə olduğu kimi qoruyub saxlayağın. Dövlət Bayrağı Muzeyində bayrağımızla bağlı maraqlı nümunələr əks olunur. Sözgedən gözəl muzeyimizə belə təklif verərdim ki, əgər münasibdirsə, orada həmçinin bayrağımızı qaldıran idmançılarımız haqda məlumat və bu məlumatın yanında hansı ölkədə, hansı yarışda, hansı ölkələrin bayraqlarına birgə yuxarı qalxmasını əks etdirən şəkillər də paylaşılsın. Hələlik bu qədər. Uca Allah bu gözəl bayrağımızın rənglərinin üç mənasını qorumaqda xalqımıza, dövlətimizə, rəhbərimizə daim yardımcı olsun. Həqiqətən də o hər şeyə qadirdir.